Bax gör, daşıyacaqları yük necə də pisdir. Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. Sonra qiyamət günü Allah onları rüsva edəcək və deyəcək: haqqında mübahisə etdiyiniz şəriklərim hardadır? Elm verilmiş kimsələr deyəcəklər: şübhəsiz ki, bugün kafirlərə rüsvayçılıq və əzab üz verəcək. Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib, biz heç bir pislik etmirdik deyəcəklər. Onlara belə deyiləcək: xeyr, şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.